Deməli, güvən test toplusu məhlullar səhifə 182 14-cü sual. Deməli, qraf qeritdir. Mis 2 sulfatın həll olma imkanı temperaturun asılı qrafı verilmişdir. 700 qram doymuş mis 2 sulfat 100 Celsius'dan 60 Celsius'a qədər neçə qram duz çəkər? Deməli, 100 dərəcədə 100 Celsius'da məhlul veribdir 700 qram. 700 qram. Və bunun KH-ı da duzun KH-ı da deməli veribdir 400. Burada duz nə qədər həll olub, bilmirik. Birinci duzun kütləsi. Deyək ki, olsun A qram. Deməli, nə yazacaq? Suyu yazacaq. Su nə olacaqdır? 700 çıx nədir? A. Və KH, yəni 400 bərabərdir. Deməli, nə deyirik? A böl 700 çıxılsın A deyirik. Burası 1000'ə. A nəyə bərabər? A 200. A 200-dirsə, su neçədir? 500. Deməli, 500 qram sudur. Sonra 60 Celsius'a. 60 dərəcədə deməli, su dəyişmir. Su elə 500 qram qalır. Və KH da verib 280. Və burada ikinci dəfə duzun kütləsini tapaq. Deyək ki, ikinci dəfə duzun kütləsi olsun 1 qram. İndi burada 280 nəyə bərabərdir? B bölünsün 500 vur 1000. Neçə eləyər? 140. Deməli, əvvəlcə duz 200 idi, sonra neçə oldu? 140. Deməli, duz nə qədər çöktü? Bəli. Çökər duz. 200 çıx, 140. 60 qram duz çökər. De bəndə. Deməli, bilirsiniz ki, tərcih qatıqda qazların həll olması nədir? Artır. Deyək ki, belə bir əyri olur. Artır. Temperatur artıqda qazların həll olması azalır. Deyək ki, belə bir əyri olur. Birincində tərcih 1'dir. Temperatur 80 Celsius. Burada da oksijenin həll olması N1 deyək. İkincində tərcih 2, yenə temperatur 80, oksijenin həll olması N2. Üçüncü, tərcih 3, temperatur 40 və oksijenin həll olması deməli N3. İndi baxın, deyir ki, tərcih artırsa həll olma artır. Təbii ki, burada temperatura heç baxmadan elə tərcihə baxıb da fikrimizi deyə bilərik. Düzdür.
Məsələn, belə deyək də, məsələn, birinci ilə ikincində temperatur eynidir. Amma tərcih birində 1-dir, birində 2-dir. Onda nə olacaq deyirik? N2 M1-dən böyükdür. Üçüncündə deyirik ki, temperatur aşağıdır. Deməli, temperatur aşağı olanda həll olma da çox olur. Bəllidir ki, burada tərcih də 3-dür. Deməli, hansının həll olması daha çoxdur? Üçüncü. Deməli, onda deyir ki, N3 böyükdür N2-dən, o da M1. O da M1. Yəni bu cürdür. N3, N2, M1. Cavab C. 22. Deməli, 410 qram magnezyum sulfat 7H2. Kristal hidratı 790 qram suda həll olubdur. Suda 790 qramdır. Və həmin magnezyum sulfatının KH-ni istəyir. Təbii ki, magnezyum suyun deyək ki 790 dərəcə. Magnezyum sulfatının həll olma əmsalını istəyirsə, təbii ki, magnezyum sulfatının kütləsini bilməliyik və sonra ümumi suyun kütləsini bilməliyik. Vurulsun 1000-ə. Nə eləmək olar? Məsələn, magnezyum sulfatının ml-i neçədir? 120. Suyun ml-i 18. Bəs magnezyum sulfat 7H2. Bunun ml-i neçə? 246. İndi biz nə etməliyik? Magnezyum SO4 7H2-da magnezyum sulfatını bir də su da gəlir əlavə olaraq. Onu da bilməliyik. Deməli, nə deyirik? 246-ya 120 qram 126 qram. Orada nə deyirik? 410 qrama bunun kütləsi, bir də bunun kütləsi. Magnezyum sulfatının kütləsi neçə oldu? 200. Suyun kütləsi 210. 210 da buradan üstünə gəldi. Əvvəldə 790 var idi. Deməli, suyun kütləsi ümumi nə qədər oldu? Yəni 790 gəl 210. 1000 qram. Və magnezyum sulfatın da kütləsi 200. İndi deməli, KH nəyə bərabərdir? 200 bölünsün nəyə? 1000-ə, vurulsun 1000-ə. 200. B variantı. Deməli, 23-cü sual. Deməli, burada qrafikdə veribdir. 20 dərəcədə 20 Celsius'da KH doymuş məhlul 250'dir. 50 Celsius'da KH duz nədir? 1000'dir. Deyək ki, maddənin həll olma əmsalının temperaturunu asılı qrafiki verilmişdir. 50 Celsius'da birinci, ikinci məhlul uyğun olaraq hansı nisbətdə qarışdırmaq lazım ki, nədir? 25%-li məhlul alınsın. Deməli, əvvəlcə nə etməliyik? Omeqaları tapırıq. Məsələn, birincinin omeqasını tapırıq. Omega 1 nəyə bərabərdir? Yəni, KH bölünsün, birisi ki, KH plus 1000 vurulsun 100%.
Yani 250 bölünsün 1250 vurulsun 100. 20%. Birinci 20%'dir. İkinci neçə faizdir? Bəli, 1000 bölünsün 2000 vurulsun 100'e. Bu da 50%. Birinci məhlulun kütləsi M1 deyək. İkinci məhlulun kütləsi nədir? M2 deyək. Və üçüncü məhlul da nədir? M3 məhlul deməli bərabərdir M1 plus 1. Bunu iki yolla eləmək olar. Bir xat üsuluna ya da ki normal M1 omega 1 üstəgəl M2 omega 2 bərabər M3 omega 3 üsuluna yaza bilərik. Deməli xat üsuluna yazaq. Deməli omega 1 xat üsulu bir üstə yəni omega 1 omega 3 omega 2. Burada M1 M2. Yani omega 1 20%. Dedik ki 25% məhullanırlar. Omega 3 25%. Bu da nedir? 50%. Bu M1. Yani burada 50'den 25'i çıkarır. Yani deyək ki 25. Burada da 25'ten 20'ni çıkarır. 25'ten 20'ni çıkarır. Yani M2 olar 5. Demək, M1'in M2 olan nisbəti deməli 25'e 5'dirsə, deməli 5'in 1'e nisbəti olacaqdır. Cavab nədir? Y bəndi. Deməli, burada belə bir qrafik veribdir. X-in həll olunma imkanının temperaturdan asılı qrafiki verilmişdir. X-in 50 dərəcədə KH neçədir uşaqlar? A-dır. Deməli, 50 dərəcədə 50 Celsiusdə. 50 Celsiusdə məhlul nə qədərdir uşaqlar? Məhlul 300 qramdır. Düzdür? Və 20 Celsiusə qədər soyutluqda 50 qram duz çökür. Deməli, 20 Celsiusdə 50 qram duz çökürsə, o zaman məhlulun kütləsi nə qədər oldu? 50 qram duz çökürsə. Deməli, 300-dən çıxarıq 50-ni 250 qram. Və 250 qram məhlul qalır. Və həmin 20 Celsiusdə KH gördüyümüz kimi nə veribdir? Deməli, 250 verib. Deyək ki, buradan duzun kütləsini tapaq. Buradan duzun kütləsi nəyə bərabərdir? Deyək ki, A qram olsun. Elədir mi uşaqlar? A qram. Yəni, bu yolla da yaza bilər. Yəni, KH 250 bərabərdir. Suyun kütləsi nə qədərdir? Suyun kütləsi 250 çıx A deyirik. Yəni, A bölünsün 250 çıx A. Vurulsun 1000'ə. A nəyə bərabərdir? A bərabərdir 50'yə. Deməli, duz burada nə qədər imiş? 50 qram imiş. Bəli. 50 qram imiş və burada nə soruşur? A-nı soruşur. Əslində A deməyərdi. Burada A işarəsi var idi. X deyərdik. Bunu X deyək. X olsun. X 50 olsun. Deməli, suyun 50 qram duz çökmüşsə, onda 50 dərəcədə DTC yazam. 50 Celsiusdə məhlul 300 qramdır. Deməli, duz nə qədər imiş burada 50 Celsiusdə? 50 qram var idi. 50 qramda o çökənin üstünə gəlir. Düzdürmü? Və belədir 100 qram. Sudakı bəllidir. Suda nə qədərdir? Bəli. Su 200 qramdır. Və onda KH nə olacaq deyirik? 100 böl 200 vur 1000. Deməli 500. Yəni A'nın qiyməti 500'dür.
Cavab A bəndidir. Yaxşı. Səhifə 183, 26-cı sual. Deməli, cədvəl veribdir. Mən bu cədvəli, yəni, məsələn, burada qrafikdə bilirsiniz ki, təzyiq artanda qazların həll olması artır. Temperatur artanda həll olması nə edir? Azalır. Deməli, birində verib təzyiq 1 olanda, temperatur 40 dərəcə olanda M1, təzyiq 2 olanda, temperatur YCS olanda N2, təzyiq 2, temperatur 15 dərəcə olanda KH nə olur? N3. Ancaq bunların ikisi də bir-birinə bərabər olması üçün deməli, nə etməliyik? Məsələn, təzyiq 1, temperatur 1, 40 dərəcə M1. Təzyiq 2 olanda əlbəttə ki, həll olma nə edəcək? Artacaq. Deməli, biz temperaturu nə etməliyik ki, deməli, nə etməliyik ki, M1 N2-yə bərabər olsun? Bəli. Temperatur da nə etməliyik? Artırmalıyıq ki, bərabərləşsin. Əgər biz belə deyək, temperaturu 40 dərəcə qoysaq, məsələn, fikirləşin. Təzyiq temperatur 40 dərəcə olanda, onda N2, M1-dən nə olar sizdə? Böyük olacaq. Azalsaq, yenə də artacaq. Eləmi? Çünki, məsələn, yəni qrafikdən də görmək olar. Ona görə Y nə olmalıdır sizdə? 40 dərəcədən, 40 dərəcədən böyük olmalıdır. 40 dərəcədən böyük olmalıdır ki, M1 N2-yə bərabər olsun. Sonra keçək digər məsələyə. Təzyiq X-dir. Burada temperatur azalır. Temperatur 40-dan 15-ə qədər deməli, azaltsaq, həll olma nə edəcəkdir? Artacaq. Onda biz əgər təzyiqə dəyməsək, deyək ki, təzyiq, məsələn, P1 götürsək, əgər P1 deyək ki, 1 olsa, temperatur 15 dərəcəyə azaltsaq, onda N3-ün qiyməti, M1-in qiymətindən nə olar? Böyük olar. Onda biz təzyiqi nə etməliyik burada? Azaltmalıyıq ki, bərabərləşsin. Yəni, deməli, X nə olacaqdır? Birdən kiçik olacaqdır. Birdən kiçik olacaqdır. Bəli. Onda belə çıxır ki, temperaturu 40 dərəcədən yuxarı qaldırmalıyıq. Y-də. X-də təzyiqi isə 1 atmosferdən nə etməliyik? Aşağı salmalıyıq, kiçik olmalıdır. Hansı olacaqdır? A variantı. 29-cu sual. Belə bir qrafikdir. Belə deyək, deyir ki, temperatur artanda qazların həll olması nə edir? Azalır. Qazlar. Deməli, burada qaz halda olan hansıdır? Z-dir. Deməli, Z qazdır. Qazların deməli, temperatur artanda həll olma azalırsa, qazların həll olması eksotermik prosesdir, endotermik prosesdir. Eksotermik prosesdir. Qazların suda həll olması eksotermik prosesdir. Müsbət kimi, yəni 2-0-dan da böyük. Temperatur artanda əksər, yəni hamısına şamil deyil, əksər 5 maddələrin həll olması nə edir? Artır. Deməli, burada 5 maddələr hansılardır? X və Y5 maddələri. Deməli, 5 maddələrin suda həll olması eksotermikdir, yoxsa endotermikdir? Endotermik prosesdir. Deməli, burada nədir uşaqlar? Mənfi 200. 200-0-dan. İndi baxaq görək nə deyirsin? Birinci, baxın görün, hansılar doğrudur. Birinci, Z-in həll olması endotermikdir. Xeyr, səhvdir. 2. 20 Celsiusdə həll olması daha, 20 Celsiusdə hansının həll olması daha yüksəkdir? Məsələn, nöqtəyə baxırıq da, hə? X-in. Deməli, 20 Celsiusdə ikinci. Deməli, deyir ki, 20 Celsiusdə burada KH-ların müqayisə etsək, KH ən böyük hansıdır? X-dir. Sonra hansıdır? Kəsəyən tərəflərə baxırıq, hə?
Z-dir, sonra hansıdır? Yox, Z-dir, sonra Y-dir. Yəni, orada isə 20 sesdə həll olması daha yüksək olan Y-dir, xeyr, X-dir. Üçüncü. 40 sesdə Y vəziyyətin həll olması eynidirmi? 40 sesdə, bəli, eynidir. Üçüncü doğrudur. Dördüncü. X adi şəraitdə qaz halındadır. X dedi ki, bərk haldadır. 4 səhvdir. Beşinci. X və Y-in həll olması təzyiq təsir eləmir. Bəli, X və Y bərk haldadır. Deməli, deyir ki, təzyiq bərk maddələrin suda həll olmasına təsir eləmir. Beşinci nədir uşaqlar? Doğrudur. Deməli, burada cavab nə olacaq? 3 və 5. Məhlullar səhifə 184-də 9-cu sual. 46 qram natrium. Deməli, su əvvəlcə veribdir 356 qram. 356 qram suda. Həll etsə neçə faizi məhlul alır? Təbii ki, natriumun su ilə reaksiyasını yazır. Suda həll olur. Natrium hidroksid və hidrogen alır. Burada qaz çıxır. Hidrogen qazı çıxır. Yaxşı. Deməli, bu cür. İndi buradan belə deyək ki, burada çıxan hidrogen qazını da nəzərə almalıyıq, düzdürmü? Bir də natrium hidroksid. Natrium hidroksidin əməli neçədir? 40-dır da. Bunun soruşur. Deməli, 46 qrama neçə qram qələvə alınır? 80 qram. Və neçə qram hidrogen çıxır? 2 qram. Onda alınan məhlulun kütləsi nə qədər olacaq? Əgər 2 qramda hidrogen çıxsa, burada 46 qram vermişdir. 2 qram hidrogen çıxsa, onda məhlulun kütləsi nə qədər oldu? Deməli, deyir ki, 46 üstə gəl, 356 çıx 2. Neçə elədi? 400 qram. Və natrium hidroksid neçə qram alındı? 80 qram alındı. Natrium hidroksidin kütlə payı nə qədər oldu deməli? 80 bölünsün nədir? 400 vurulsun 100'ə. Və bu da nədir? 20%. D bəndi. 29. Səhifə 185-29. Məsələn, H-klorun emeri verilir. H-klorun emeri neçədir? 36,5. Məsələn, birinci qaba kütlə payına soruşur da, hə? Məsələn, 44,8 litr H-klor. Neçə qram deməkdir? Neçə qram deməkdir? 73 qram deməkdir. Neçə qram suda həll olubdur? 127 qram. Onda məhlul neçə qram olur? 200 qram. Və H-klorun kütlə payı nə qədər olur? 73 böl neçə? 200 vurulsun 100'ə. 36,5%. İkinci qabda. Deməli, burada sulfat tuşu deyil. Sulfat tuşunun ümumiyyətlə sıxlığı veribdir. Nə veribdir? 1,8. Və sulfat tuşun veribdir 50 ml. Deməli, burada nəyə tapırıq? Sulfat tuşun kütləsini tapırıq. Sulfat tuşun kütləsi nə qədər olur? Rho V. Bəli. Neçə? 90 qram. Neçə qram suda həll olubdur? 110 qram. Deməli, məhlul 200 qram. Və sulfat tuşunun kütlə payı
90 bölünsün 200. Vurulsun 100'e. Nədir? 45%. Üçüncü qabda. Deməli, 140 qram natrium hidroksid. Su da nədir? 160 qram. Məhlul nədir? 200 qram. Natrium hidroksidin kütlə payı nədir? 40 bölünsün 200, vurulsun 100%. Bu da nə olacaq? 20%. Əssalam. Budur. Birinci 36.5, ikinci 45, bəli, A variantı.